Yahudanın yazdığı məktub. Müqəddəmə. 1-ci əsrdə Məsihiyyət müxtəlif ölkələrdə sürətlə yayılırdı və insanlar İsa'ya iman gətirirdilər. Amma bu həqiqi imanlılar arasında bəziləri də var idi ki, səhv və həqiqət olmayan əqidələrə malik idilər. Bu adamlar özlərini zahirdə çox da ruhani və Məsihi göstərirdilər, lakin batində pis niyyətləri var idi. Yahuda bu məktubda Məsihilərdən istəyir ki, özlərini bu yalancı ruhani adamlardan uzaq saxlasınlar və onları təşviq edir ki, haqq və həqiqətə peyrav olsunlar. Özünü İsa Məsihə qul etmiş və Yaqubun qardaşı Yahudadan, ata tərəfindən sevilib İsa Məsih üçün saxlanılan dəvətlilərə, mərhəmət və barış və məhəbbət sizə bol-bol ehsan olsun. Əzizlər, sizə müştərək nicat barədə yazmağa çalışdığım halda, bunu yazmağı lazım gördüm ki, sizi o iman üçün cəhd etməyə təşviq edim ki, bir dəfə həmişəlik müqəddəslərə təslim edildi. Çünki bəzi adamlar gizlicə aranıza sızıblar ki, elə qədim zamanlardan bəri bu məhkumiyyət üçün təyin olunublar. Rəzil adamlar ki, tarımızın feyzini şəhvətpərəstliyə döndəriblər və bizim yeganə ağa və Rəbbimiz İsa Məsihi inkar edirlər. Gerçi siz bütün şeyləri başdan başa bilirsiniz, lakin sizə bunu xatırlamaq istəyirəm ki, Rəbb öz xalqını Misir diyarından nicat verdiyindən sonra iman gətirməyənləri nəhayət həlak etdi. Rəyasətlərini saxlamayıb mənsəblərini tərk edən mələkləri də zülmət altında, zəncirlərdə o böyük mühakimə günü üçün saxlayıb. Elə Sodom və Qəmurə və ətrafındakı şəhərlər kimi onlar da cinsi iffətsizliyə düşdülər və yad bədən dalınca getdilər və buna görə əbədi odla cəzalanıb nümunə oldular. Lakin yenə də həmən şəkildə bu adamlar xiyalbaflıqla bədənlərini nəcis edirlər və iqtidarı heç sayıb şöfkətliyi də söyürlər. Amma baş mələk olan Mikail iblislə münaqişə edib Musanın cəsədi üçün mübahisə edəndə cürət etmədi ki, onu söyüb ona bir hökm etsin, lakin dedi, qoy səni Rəbb tənbih etsin. Amma bu adamlar anlamadıqlarını söyürlər və idraçsız heyvanlar kimi qərizəyə əsasən anladıqları şeylərlə özlərini həlak edirlər. Vay onların halına! Çünki onlar qayenin yoluna geliblər və pul üçün Bəlamın xətasına düşüblər və Qorahın üsyanında həlak olublar. Bu adamlar onlardırlar ki, sizin məhəbbətli ziyafətlərinizdə ləkələrdirlər ki, sizinlə qorxusuz süfrəyə oturub ancaq özlərinin qeydindədirlər. Yağışsız buludlar ki, yellə gedirlər, meyvəsiz payız ağacları ki, 2 qat ölüb rişədən çıxardılıblar. Dəhənzin təla tümlü şəpələri kimi ki, öz ayıblarını köpük kimi saçırlar. Avara ulduzlar ki, onlar üçün dərin zülmət əbədə kimi saxlanıb. Bunlar haqqında Adəmin 7-ci nəsli olan Xənux da nəblik edib deyir, bax, Rəbb öz minlərcə minlər müqəddəsləri ilə gəldi ki, hamıya hökm etsin və rəzil yolla yerinə yetirmiş bütün rəzil adamların bütün rəzil əməllərini və rəzil günahkarların onun ziddinə danışdığı bütün pis şeyləri məhkum etsin. Bunlar deyinən, irad tutan və öz şəhvətlərinin dalınca qaçandırlar. Təkəbbürlü danışırlar, adamları da mənfəət üçün aldadırlar. Amma siz, əzizlər, gərək Rəbbimiz İsa Məsihin həvarilərinin qabaqca dediyi sözləri xatırlayasınız. Onlar sizə deyirdilər ki, axır zamanda istehza edənlər olacaqlar ki, öz rəzil şəhvətlərinin dalınca gedəcəklər. Ayrılıq salan bunlardırlar. Ancaq nəfsanidirlər, müqəddəs ruhdan da bəhrəsiz. Lakin siz, əzizlər, özünüzü lap müqəddəs imanla bina edib, müqəddəs ruhda dua edin. Özünüzü Tanrının məhəbbətində saxlayın. Sizi əbədi həyata aparan Rəbbimiz İsa Məsihin mərhəmətini iştiyaqla gözləyin.
Şəkk edənlərə mərhəmətli olun. Qalanları oddan qapıb nicat verin və bəzilərinə də qorxu ilə mərhəmət göstərin, hətta cismdən ləkələnən paltardan da nifrət edin. İndi o Tanrıya ki, sizi büdrəməkdən saxlamağa və öz şövkətinin hüzurunda böyük şadlıqla iradısız dayandırmağa qadirdir. Rəbbimiz İsa Məsihin vəsiləsi ilə əzəldən və indi və əbədəcək yeganə qurtarıcımız Tanrıya şövkət, əzəmət, rəyasət və iqtidar olsun. Amin.